Səməd bəy Xaspoladdan soruşur. Xaspoladdan soruşur ki, bəs Oktay nə zaman bura gəlib? Yəni öz vətənimizə nə zaman gəlib? Bu da deyir ki, 3-4 gündür gəlib. Və Səməd bəy yenidən soruşur ki, bəs bu harda qalır? Onun bir bacısı da var idi. Yəni Oktay harda qalır? Onun bir bacısı da var idi axı. Və bu məsələni də Xaspolad deyir ki, mən onu deyir izləmişəm. Yəni Oktayı izləmişəm. Oktay gedir bir məkana, bir xarabalığa gedir. Və həmin o xarabalıqda başının altına bir kərpic qoyur və orada yatır. Və buna Səməd inanmır ki, bu soyuqda, bu əsərdə 4-cü pərdənin əvvəlində dedi ki, qarlı bir havadır, qışdır, qarlı bir qış havasıdır, soğuk bir havadır. Deməli, bu Oktayda bir yeri yurdu yoxdur. Və burada təbii ki, belə deyək, Xaspolad bu sözləri deyəndən sonra Xaspolad vaxtı ilə də özü də yadınıza düşürsə, 1-ci pərdənin əvvəlində də Oktay Dursundan soruşmuşdu ki, Xaspolad hardadır? O demişdi ki, yoxdur. Xaspolad idi, Şakinskidir. Onlar tamaşa günü idi, səhnəyə qoyulacaqdı və gəlməmişdilər. Və burada Xaspolad özü öz dili ilə deyir ki, bəs biz Oktayı mütləq şəkildə aparmalıyıq. Oktayın hər tükü bir qızıldır. Bu sözləri deyən Xaspoladdır. Yəni, Xaspoladın da bura gəlib Oktayın ardıycan düşməyinin əsas səbəbi məhz Oktaydır. Ki, Oktayı aparıb yenidən səhnəyə gətirsin. Amma səbəbi də var idi. Elə bunu öz dili ilə də deyir ki, Xaspolad deyir ki, mən əvvəlcə bir aktyor idim, sonradan deyir, antreprenyor idim. Yəni, antreprenyor icarədar, yəni bir binanın icarədar oldum. İndi isə deyir, teatr müdürüdür. Baxın, teatr müdürüdür. Yəni, Xaspolad burada vaxtı ilə bir aktyor olub, sonra bir binanın icarədar olub, indi isə teatr müdürü olub. Yəni, burada Xaspoladın da məqsədi o idi ki, Oktayı bu səhnədən özü götürüb, yəni buradan çəksin. Dırnaqarası səhnədən, yəni meyxanədən aparıb öz adına görə, Oktaya görə deyil təbii ki, öz adına görə müəyyən, belə deyək, müəyyən pul qazansın, şöhrət qazansın. Çünki teatr müdürü olub Xaspolad. Və Xaspolad deyir ki, onun hər tükü bir qızıldır, onu aparmaq lazımdır. Hətta öz planlarını da burada Səməd bəy deyir ki, mən istəyirəm ki, buradan aparım, səhnə olsun və özü də birinci səhnəmiz Şillerin Qaçaqlar əsəri olsun və bura xarici nümayəndələr də, yəni başqa ölkənin nümayəndələrini də çağırarıq ki, görün bizdə Şilleri necə oynayırlar. Yəni Oktay Şillerin əsərlərini necə anlayır, necə başa düşür. Və Xaspolad qeyd aparır ki, Oktay teatrın bir anasıdır. Bu sözləri yadda saxlayın. Çünki testlərdə ən çox istifadə olunan məsələlər məhz bu yerdədir ki, bu sözlərdir ki, bunlar da testlərdə daha çox istifadə olunur. Və Xaspolad Səməd bəydən də soruşur ki, bəs o bir qızla tanış idi. Yəni Oktay bir qızla tanış idi. Onun haqqında mən də onu tanıyırdım, çox görmüşdüm həmin qızı. Xaspolad Səməddən soruşur. Səməd bəy də deyir ki, mən bu işin içində idim, deyir. Yəni, qız dediyi burada Frəngizi nəzərdə tuturdu. Deyir, Səməd bəy deyir ki, mən o işin içində idim, bu işin içində idim. Və deyir, əvvəllər Oktay deyib ki, Səməd bəy deyib ki, əvvəllər deyir, Frəngiz deyir, mənə tez-tez gül gətirərdi. Əvvəlcə bu sevgi, onlar arasında olan sevgi ictimai olub. Amma sonradan böyük bir eşqə çevrilmişdi. Və bir müddət sonra Səməd bəy deyir ki, Frəngiz başqasına ərə getdi və başqası dedikdə burada Danyar bəy Qalaçxanovdur. O komersant demişdik ha. 3-cü pərdədə komersant, Mecdunarovni, beynəlxalq komersant ticarətçiyə ərə getmişdi. Bax, onu deyirlər. Və Danyar bəy Qalaçxanov da onu bütün varın dövlətin qumarda ucur, bunu Səməd bəy bizə deyir, qumarda ucur və ondan sonra Frəngizi evdən çıxardır və bir başqa varlı bir qadınla evlənir. Bunu bizə Səməd bəy məlumat verir. Və Səməd bəy də vaxtı ilə də sizə
birinci pərdədə də qeyd aparmışdıq ki, Səməd bəylə Oqtay zid obrazlardır. Düzdür, dostu kimi qeyd olunsa da düşünə bilərsiniz ki, buna dostluq eləyir, amma müəllifin ideyasının əksinə olan bir obraz idi. Və bu məqamda qaraçılar gəlirlər və başlayırlar qaraçılar burada öz mahnılarını oxumağa. Və Oqtay burada başını qaldırır və burada olan qaraçılara müraciət edir və Muxan olur. Orada Muxan da meyxanənin sahibi olur. Muxana deyir ki, bəs o qaraçılara deyilən ki, süni bir şey oxumasın, həqiqət bir şey oxusun. Və bu Muxan bunu anlamır. Muxan bunu başa düşmür ki, yəni nə həqiqəti deyirsən, sən nə həqiqət deyirsən. Oqtay da burada cavab verir ki, elə şey olsun ki, olduğu kimi görünsün, göründüyü kimi olmasın. Bax, belə bir həqiqət. Təbii ki, Muxan bu kafenin sahibi, meyxananın sahibi bunu başa düşə bilməzdi. Deyir ki, mən başa düşmürəm də, yəni nə deyirsən, nə həqiqətdən söhbət edirsən, nə olduğu kimi görünsün, nə göründüyü kimi görünməsin. Oqtay həmin o meyxanədə olan daşları göstərir ki, bu daşları görürsənmi? Muxan deyir, bəli görürəm. Deyir, bunların üzərinə vurulan nədir? Deyir, bunların üzərinə vurulan kağızdır. Və Muxandan sorur ki, bu kağızlar nə üçündür? O da cavab verir ki, bu kağızlar təbii ki, divarı süni göstərmək üçündür. Yəni, daha yaxşı göstərmək üçündür. Və Oqtay burada həmin o kağızları, divar kağızların, kafedə olan, meyxanada olan divar kağızlarını cırmağa başlayır ki, qoy hər şey olduğu kimi görünsün. Və mən istəyirəm ki, sünilik olmasın, daş necədirsə elə də görünsün. Yəni, məqsədim bax budur. Və təbii ki, burada Muxan buna etiraz edir ki, sarsaq adam deyir, sən neymişsən deyir, yəni bu divarı niyə cırırsan burada? Və bu məsələlər də bizə qeyd aparır. Və burada göstərilir ki, yenidən qaraçılar oxumağa başlayır burada. Qaraçılar oxumağa başlayır və qaraçıların burada özlərinin mahnısı verilir və mahnının sözlərindən biri belədir, aldanıyorsun, aldanıyorsun deyə misrada var. Və Oqtay bu sözləri eşidir. Aldanıyorsun, aldanıyorsun sözünü eşidir və üzüm qaraçılara tutub deyir ki, tək deyir, mən deyir, aldanmıram deyir. Ümumi bəşəriyyət aldanır, cəmiyyət aldanır deyir. Muxan da kafenin sahibi, meyxananın sahibi də buna deyir ki, sən deyir, nə işin var deyir. Sən niyə hiddətlənirsən? Onlar sənlə deyil ki, yəni özləri bir mahnı oxuyurlar da qaraçılar. Onlar sənlə deyirlər, niyə hiddətlənirsən? Oqtay da burada deyir ki, yəni hiddətlənməyin səbəbini deyir ki, mən həqiqəti axtarıram. Yəni həqiqət nədirsə onu axtarıram. Və burada bir maraqlı bir Oqtay bununla bir maraqlı bir məsələni deyir buna, Muxana. Muxana deyir ki, o gördüyün qaraçı qız var, onun qaşları, saçları qaradır. Amma o göründüyü kimi deyil deyir. O göründüyü kimi deyil. Belə gözəl görünə bilər deyir. Mən deyir, gözəl görmək istəyirsənsə deyir, mən səni məzarlığa aparım. Məzarlıqda deyir, doludur. Amma deyir, o məzarlıqda olan ət yığınıdır, sümük yığınıdır deyir. Bəlkə də o məzarlıqda olan deyir, məzarlıqda olan duzdur, torpaqdır deyir, küldür deyir. Bəlkə də deyir, hər hansı bir qazdır deyir. Və bu məsələlər, bunlar fəlsəfi məsələlərdir. Təbii ki, bunlar fəlsəfi məsələlərdir. Oqtay da vaxtı ilə də belə deyək, biz pərdədə də demişdik ki, 3-cü pərdədə demişdik ki, Oqtayın həqiqət axtarışının əsas səbəbi, yəni cəmiyyətdə olan məsələlərdir. Tək sarsılmağının da səbəbi cəmiyyətdə olan məsələlərdir. Və ona görə Oqtay burada, belə deyək, həqiqət axtarmağa çalışır. Və bu zaman Muxan artıq, belə deyək, həmin o meyxanəsini bağlayırdı və buna deyir ki, artıq gecdir, meyxanəni bağlayıram. Artıq gecdir, uzaqlaş burada. Və bu da Oqtay da uzaqlaşanda deyir ki, bəs pul, yəni pul içdiyim burada içki içmirsən, bəs pul. Oqtay deyir ki, məndə pul yoxdur. Yəni və məndən pulu da ala da bilməzsən, məndə də pul yoxdur, mən səfillər padşahıyam. Yəni səfil həyat sürürəm, mənim öz qanunlarım var. Yəni məndə pul ola bilməz. Və burada Oqtay orada olan bir çörək parçasını götürür, buna da diqqət edir, çörək parçasını götürür və qoyur cibinə, deyir ki, bu çörək parçası da deyir, mənimdir deyir. Sən bunu məndən ala bilərsən deyir. Ala da bilərsən, hətta deyir, ya məni öldürə bilərsən, ya ölərəm, ya da bu çörəyi ver mənəm. Bu çörək mənim ehtiyacım var, bu mənim haqqımdır.
Və burada Muxan da deyir ki, onda mənim də haqqım odur ki, yəni pul vermədiyinə görə səni əlini, ayağını əzişdirim. Oktay da deyir ki, sən əzişdirə bilərsən, bu da sənin haqqındır. Amma ondan öncə Butulkanı bunun başına atır ki, mənim də haqqımdır ki, bu Butulkanı sənə tərəfə atım. Və burada Muxan başını əyir və Butulka yerə düşür. Və burada təbii ki, bunlar arasında gərginlik olduğunu görüb, Xaspoladla Səməd buna yaxınlaşır. Xasbolad Səməd yaxınlaşır və görək Xaspoladla Səməd buna nə deyir. Təbii ki, Səməd bəy yaxınlaşır, Oktaya yaxınlaşır ki, bəs Oktay, məni tanıyırsanmı? Yəni, məni tanıyırsanmı? Oktay baxır, deyir ki, sən kimsən, deyir, varlığını mənə göstər. Sən həqiqətən sən varsanmı? Səməd bəy deyir ki, necə varlığını sənə göstərə bilərəm? Mən filənkəsəm, Səməd bəyəm, sən məni tanıyırsanmı? Bu da deyir ki, mənə varlığını göstər, yəni həqiqəti göstər. Artıq Oktay özündə həqiqəti axtarmaq istəyir. Cəmiyyətdə olan insanlara, cəmiyyətdə olan mənfi məsələlərdən artıq bezmişdir, ona görə həqiqət axtarırdı. Və burada Xaspolad da Oktaya deyir ki, bu sənin dostundur, mən də sənin dostunam, biz bir yerdə işləmişik, biz dostuq, tanışıq. Buna deyir, biz dostuq, tanışıq deyir. Oktay da bunlara deyir ki, mən sizi deyir, yəni varlığınıza inanmıram. Mən sizi bilmək istəyirəm ki, deyir, görmək istəyirəm ki, yəni siz həqiqətən varmısınız? Varsınız deyir. Və hətta bunlara belə bir maraqlı bir şey işlədir ki, dostu Səməd bəydilə. Səmədə deyir ki, bəs mən deyir, sizi deyir, çırpaq görmək istəyirəm deyir. Görüm, həqiqətən də siz varsınız deyir. Çırpaq görmək istəyirəm. Deyir, ya deyir, paltarlarınızı soyunun, ya da mən də soyundurum deyir. Sizi çırpaq görmək istəyirəm. Ki, yəni həqiqətən də varlığınız varmı? Yəni siz həqiqətən varmısınız? Bunlar təbii ki, fəlsəfi olan məsələlərdir. Ki, bizə də o fəlsəfi məsələlərdən nəticə çıxarmağı qeyd aparılır. Bu məsələni də qeyd apardıq və təbii ki, burada bundan belə deyək, istər Xaspolad olsun, istər Səməd bəy olsun, bunlar hər ikisi Oktaya niyyətləri sırf olaraq Oktay deyildi. İndi burada artıq biləcəksiniz ki, niyə Oktay deyil və burada Oktay bunlara deyir ki, siz deyirsiniz ki, mənim dostlarımsınız deyir. A dostlar deyir. Onda mənə deyin görək, mənim bacım hardadır? Bax, bu sual qarşısında istər Xaspolad, istərsə də Səməd bəy təəccüblənirlər. Hər ikisi təəccüblənirlər. Çünki bunlar həqiqi dost deyildilər. İstər Xaspolad olsun, istər Səməd bəy. Çünki Səməd bəy həqiqi dost idisə, artıq 10 il idi ki, o sürgündə olduğu vaxtı və ölkədən kənarda olduğu vaxtı ən azından bacısına belə deyək, yiyə durardılar. Və bunlar hər ikisi qalırlar, deyir, bax dostlar, görürsünüz, yəni bu suala cavab tapa bilmirsiniz. Ona görə məndən əl çəkin, deyir və uzaqlaşır. Və deyir, burada uzaqlaşır